Hər vaxtınız xeyir olsun. Menopauza niyə gəncləşir? Belə bir sual veriblər. Menopauza qadının aktiv həyatının sönməsi deməkdir. Ümumiyyətlə, klimaks keçid dövrü deməkdir. Uşaq dünyaya gətirmək dövründən nisbətən yaşlı dövrə keçən keçid deməkdir. Qadınlarda menopauza adətən 50 yaşında başlayır. 45-55 yaş arası normal götürülür. Lakin həm erkən klimaks ola bilər, həm də gecikmiş klimaks ola bilər. Bu, qadın bədəninə çox ziyandır. Belə bir sual gəlib ki, doktor, qadınlarda menopauza niyə gəncləşib? Birinci növbədə stressdən. Bizim ətraf mühitimiz stresslə əlaqəlidir. Qadınlar həm işləyirlər, həm uşağa baxırlar, həm ev işləri görürlər. Onların stressi, onların yükü indiki zamanədə çox artıb. Bununla əlaqədar ola bilər. İkinci növbədə müxtəlif xəstəliklər. O da bizi əhatə eləyən xarici mühitlə və eyni zamanda qadının keçirdiyi xəstəliklərlə əlaqədar olaraq menopauza gəncləşir. Qadın hardan bilsin ki, onda menopauza başlayır? Birinci növbədə sikl gecikir. İkinci növbədə aybaşı günləri azalır və yaxud da ki, qanaxmaların miqdarı artır. Üçüncü qadında əhval-ruhiyyə dəyişkənliyi olur. Daha çox ağlağan olurlar. Dördüncü, dərinlərində quruluq, selikli qişalarda quruluq ola bilir. Və bir də belə qadınlar sınıqlara daha çox həssas olurlar. Əziz qadınlar, menopauza xəstəliyi deyil. Onu özünüzə xəstəlik kimi qəbul eləməyin. O həyatın müəyyən bir dövrüdür və o dövrü hamı keçməlidir. Və Allah qismət eləsin ki, bütün cavan qızlar menopauzaya keçə bilsinlər. Hamı qocala bilsin, cavan həyatı tərk etməsin. Bunun qarşısını necə almaq olar? Və yaxud qadın menopauzaya giribsə, bunun qarşısını necə almaq olar? Və o olan isti basmaları, əhval dəyişkənliyini, müxtəlif quruluğu, dəridə olan selikli qişada olan quruluğun qabağını necə almaq olar? Mütləq yaxşı səviyyəli maqnezium preparatları qəbul olunmalıdır. D3K2 vitamini qəbul olunmalıdır. Bir də omega turşuları qəbul olunmalıdır. Qadınlar fiziki aktiv olmalıdırlar. Fitnesslə məşğul olmayıblarsa, məşğul olsunlar. Çünki bu bədənə olan sümüklərə olan yükü artırdığı üçün onlarda gələcəkdə sümük əriməsi baş vermir. Sümük əriməsinin vaxtı uzanır. Əziz qadınlar, klimaksı, menopauzanı özünüzə xəstəlik kimi qəbul eləməyin. Həmişəki kimi əhval-ruhiyyəli olun. Özünüzə fikir verin, istirahət eləyin, idmanla məşğul olun və bayaq dediyim preparatları qəbul edin və mütləq həkimlərinizlə məsləhət eləyin, həkimlərin müayinəsi altında olun və can sağlığı ilə həyatınıza davam edin. Diqqətinizə görə təşəkkür edirəm.